Dubayda kirayə gəlirlərindən vergi tutulmadığı haqqında artıq danışdıq. Gəlin indi kirayə gəlirlərinin miqdarı haqqında danışaq. Belə ki, siz aldığınız evi kirayə verdikdə bu ortalama illik 10%-ə qədər investisiya geri dönüşümü edir. Bu uzun müddətli idarələrdə ortalama 7-8%, qısa müddətli idarələrdə isə 12%-dir. Gəlin indi bu faizi dünyadakı digər əsas şəhərlərlə müqayisəsini ChatGPT-dən soruşaq. Gördüyünüz kimi Dubaydakı illik investisiya geri dönüşümü digər əsas dünya şəhərləri ilə müqayisədə həddən artıq yuxarıdır. Bəs kirayəyə olan tələbatı bu qədər yuxarı edən nədir? Əlbəttə ki, Dubaydakı inanılmaz əhali artımı və illik milyonlarla turistin bura axın etməsidir. Belə ki, sadəcə keçən il yanvardan noyabr ayına qədər Dubaya 17,8 milyon turist baş çəkir. Nəticə olaraq illik 8%-li investisiya geri dönüşümü ilə sizin qoyduğunuz bütün investisiya sırf kirayə gəlirləri vasitəsilə 12-13 il ərzində geri qayıdır. Bundan əlavə olaraq Dubayda evlər illik kiraya verildiyi üçün sizin eviniz çox qısa bir müddətdə boş qalır. Son olaraq da əmlak yatırımlarını bizim şirkətimiz vasitəsilə edən müştərilərimizə heç bir təmənna olmadan kirayəçi tapmağa yardımcı olur.